Salam, Time kitabının 26-cı sınavı ilə davam edirik. What's the main idea in the given paragraph? Verilmiş paragrafda olan əsas ideyanı axtarırıq. Many scientists believe our love of sugar may actually be an addiction. Alimlər inanırlar ki, bizim şəkərə olan sevgimiz həqiqətən də bir addictionlı, bir həvəsli, bir aludəçilikdir. When we eat or drink sugary foods, the sugar enters our blood and affects the parts of our brain that makes us feel good. Biz şirin qidaları yeyərkən və yaxud da içərkən şəkər bədənimizə daxil olur və bizim beynimizə təsir edir ki, bu da bizi daha yaxşı hiss etdirir. Then the good feeling goes away, leaving us wanting more. Və bu yaxşı hiss bizdən kənarlaşır və biz daha artığını istəyirik. All tasty foods do this, but sugar has a particularly strong effect. Bütün dadlı qidalar belə olur, ancaq şəkər daha güclü effekte maliktir. In this way, it is in fact an addictive drug, one that doctors recommend we all cut down on. Və bu yolla və belə bir fakt var ki, aludəçi olduğumuz dərmanlar, drug, narkotiklər, narkotik də gedə bilər burada, yenə də baxaq. Həkimlər bizə onu tamamilə kəsməyi məsləhət görür. Variantlara baxaq. Sugar can cause illness. Şəkər xəstəliyə səbəb ola bilər. All tasty foods contain sugar. Bütün dadlı qidalar tərkibində şəkər var. Yox. Sugar gives us energy when we don't eat for a long time. Biz çox yeməyəndə enerji verir. Yox. Sugar is addictive, bəli. Şəkər aludəçilik yaradır. Our bodies can store sugar as fat. Bizim bədənimiz şəkəri yağ kimi saxlayır. Yox. İkinci suala baxırıq. Which of the options best completes a given dialogue? Hansı seçim vermiş dialoqu daha yaxşı complete edir, tamamlayır? Did you catch the football game last night, Samuel? Samuel deyir ki, sən futbol oyunlarını dünən gecə baxa bildin. Yes, it was intense. Bəli, o güclü idi, gərgin idi. Our team should have won, but they missed some crucial chance. Bizim komandamız qalib gələ bilərdi, ancaq vacib şansları itirdilər. Crucial, vacib deməkdir, diqqətli olun, çox düşən bir sözdür, important sözünün sinonimidir. Samuel ona nə cavab verəcək? Davamına baxaq. Joseph, I agree, mən razıyam. Samuel ona nə söz deyir ki, o I agree deyir. Variantlarda yenə də baxarıq. The coach should also work on their strategies. Coach da öz strategiyasında işləməlidir. Perhaps we should attend a game and support them in person. Ola bilsin ki, biz oyuna müraciət etməliyik və şəxsi olaraq onu dəstəkləməliyik. That's a great idea. Bu qəşəng ideyadır, ideyadır. Our team could use more fans in the stands. Bizim komandamız daha çox fanatları istifadə edərdi. Variantlara baxaq. Our team needs to play their game as usual for the next match. Bizim komandamız həmişəki kimi gələn maçlarda da, gələn oyunlarda da oynamağa ehtiyac var. Yox. They really need to improve their performance in the upcoming match. Bəli, onlar həqiqətən öz güclərini improve etməlidirlər, yəni inkişaf etdirməlidirlər. I think we'll hardly see improvements if they refine their strategy. Mən düşünürəm ki, biz improvement, yəni inkişafı strategiyanı daha da yaxşılaşdırmaqda görə bilərik. I have no hope they will bounce back in the next game. Ümidim yoxdur ki, o yenidən gələn oyunlarda geri qayıtsın. We should hold attending more games to show our support. Biz oyunları dayandırmalıyıq. Öz dəstəyimizi göstərmək üçün yox. Niyə dayandıraq deyir ki, əksinə davam etməliyik. Üçüncü suala baxırıq. Which option completes the sentence most appropriately? Hansı seçim cümləni düzgün tamamlayır?
Your mental well-being can lead to burnout and stress-related health problems. Sənin beyninin daha da yaxşılaşması streslə bağlı olan problemlərdən asılıdır. Variantlara baxaq. Interaction with, əlaqədə olmaq, refurbishing, recovering, maintaining, and ignoring. Sənin ignoring your mental well-being, sənin ağlının, beyninin yaxşılaşmasından ignore etsən, yəni imtina etsən, bu sənin stres dolu sağlamlıq problemlərinə gətirib çıxara bilər. Ignore sözünü yadınızda saxlayın. Which of the options completes the paragraph coherently? Hansı seçim paragraf tamamlayır? In the 5th century, according to legend, an Indian master taught some monks at the Shaolin temple a series of exercises or forms. Deməli, 5-ci əsrdə əfsanəyə görə Hindistanın monku, rahibi Shaolin məbədgahında bir sıra çalışmalar öyrədirdi. Inspired by the movements of animals, heyvanların hərəkətlərindən ruhlanaraq. Nəsə burada bir cümlə var. Over 16th century, the monks have used Kung Fu for self-defense and in war. 16-cı əsrdə rahiblər özlərini müdafiə üçün müharibələrdə Kung Fu'dan istifadə edirlər. With it, they have won many battles against her enemies. Və bununla da onlar düşmənlərin əleyhinə bir sıra döyüşlərdə qalib gəldilər. There are over 60 martial arts schools with more than 50,000 students. Deyir ki, 60 İncəsənət məktəbinin 50.000 tələbəsi var idi. Xeyr, burada elə bir şey yoxdur. Əvvəlcə deyir ki, temple'da, məbədgahda dərslər keçirdi. Sonra deyir ki, Kung Fu'dan istifadə edirdi. Yenə də baxaq bunlar arasındakı əlaqəyə. Others come to learn skills that will ensure good jobs in the military or police office. Yox, these forms became the basis for the style of fighting known as Kung Fu. Bu Kung Fu mübarizəsinin əsasını qoydu. Yox. To master Kung Fu, they must know respect and the Mandarin concept of eating bitterness. Bəli. Kung Fu'ya yiyələnmək üçün onlar hörməti və Mandarin adət-ənənələrini bilməliydilər, konseptini bilməliydilər. Sonradan deyir ki, Kung Fu nədir? Əvvəlcə Kung Fu'nun haqqında məlumat verir ki, sonra desin ki, Kung Fu nə deməkdir? 5-ci suala keçirik. Which of the options presents the most coherent order of the subjects in the passage? Uyğunluğu istəyir bizdən. Baxaq variantlarımıza. 5 var, 3 var. News primarily relied on, başdan oxuyaq görək nədən danışır. News primarily relied on slow methods of transportation such as horse-drawn carriages, ships or foot messengers. Xəbərlər çox slow method, yavaş metodlara news primarily relied on slow methods of transportation such as nəqliyyat metodlarına güvənirdi. Məsələn, atlarla, faytonlara, gəmilərə və yaxud da foot messenger, ayaqla messengerlərə. However, baxın, however sözü ilə cümləni başlaya bilməzsiniz. Sizə bir nəsə başlıq olmalıdır ki, sonra however verə bilərsiniz. Ona diqqətli olun. Nədənsə danışmalıyıq ki, sonra however'a keçə bilir. Baxmayaraq ki, in the early 17th century, the introduction of railways revolutionized transportation. 17-ci əsrin əvvəlində railwaylər, dəmir yolları öz inqilab
İnqilabi nəqliyyata girişi. Dental Railways. Dəmir yolunun inqilabı oldu. The spreading of information across long distance was hindered by the limitation of these modes of communication və informasiyanın yayılması uzaq məsafələrə əlaqələrin daha da inkişafına gətirib çıxartdı. Railways enabled faster and more reliable transportation, making it possible to swiftly move newspapers, letters and information between cities and regions. Dəmir yolları daha sürətli bir yol oldu. Qəzetlər, məktublar və informasiyanı şəhərlər və regionlar arasında daşımaq üçün. Before the widespread use of railways, sharing information was a challenging and time-consuming process. Gəlin buradan başlayaq. Deməli, dəmir yolunun geniş yayılmasından əvvəl informasiyanı daşımaq çətin idi. News, burada newspaper mənasına gedir news. Xəbərlər ilk dəfə at faytonları ilə, gəmilərlə göndərilirdi, jurnal, qəzetlər. Then 5.1 sonra the spreading of information, müxtəlif kommunikasiyalarla bu informasiya yayılırdı, müxtəlif əlaqə növləri ilə. Sonra however verə bilərik və 17-ci əsrin əvvəlində dəmir yolunda inqilab baş verdi və dəmir yolu ən sürətli oldu. İbəndi. In which options do the tense form of the verb complete the given sentence correctly? Verilmiş cümləni hansı variantda düzgün tamamlamaq olur? Baxın, yesterday var. Deməli, keçmiş sayda verməliyik. Yesterday I stumbled upon my childhood journal, which I hadn't read since left for college. Baxın, bu qədər sayda. Yesterday var, keçmiş saydəni veririk. Sonra since var, keçmiş, bitmiş və keçmiş artılığa diqqət yetirin. Uzlaşmadır. Dünən mən bir jurnala rast gəldim ki, uşaq vaxtımdan kolleci tərk edəndən bəri onu oxumamışdım. Keçək deyəm. Which of the options? Əgər görüntüdə sizdə də problem varsa, bəzən yazırlar ki, yaxşı görünmür. Keyfiyyəti artırın. Parametrlərdən keyfiyyəti yüksəyə qoyun, ən yüksək. Onda daha yaxşı görüntü əldə edə biləcəksiniz. Which of the options presents the most coherent order of the words in the sentence? Düzgün cümlə ardılığına baxırıq. Yenə də variantlara baxaq. Baxın, 6 var və 5 var. Ən çox olanla başlayanda daha asan olur bizim üçün. 5 cümləni başlaya bilmərik. But has also, niyə? Batı niyə əvvələ verək ki? Heç bir göstəricisi yoxdur ki, batı əvvəldə verək. Ona görə 6-ya baxaq. Teenage social media usage has only surged, then surged concerns about adverse effects on mental health, but has also caused insomnia. Bu qədər sayda. Deməli, tərcümə eləmək lazımdır. Sizə tərcümə edeyim, daha sonsun. Yeniyetmələrin sosial media istifadəsi narahatçılıq törədir. Nəyə görə narahatlıq törədir? Çünki onun əks effektləri də var, həm də yuxusuzluğa səbəb ola bilir. Mental sağlamlıq üzərində əks effektləri var və həm də yuxusuzluğa səbəb ola bilir. Which of the following options best express the essential meaning in the given sentence? Əsas mənanı istəyir bizdən. Of the thousands of drugs under investigation at any one time, only a small fraction will produce the desired result without unacceptable side effects.
Deməli, minlərlə narkotik araşdırmaları, investigation araşdırmaların altındadır və o istənilməz əks təsirləri, arzu olunmaz, yəni əks təsirləri bizə arzu olunan nəticələrə gətirib çıxara bilər. Many drugs are studied, but only a few are found to be usable. Çox narkotik studied, öyrənilib, dərmanlar öyrənilib, ancaq çox azının yaxşı tərəfləri var. The few of the drugs in research will yield the desired results without constructive effect. Yox, numerous drugs are researched. Saysız hesapsız narkotiklər araşdırılır, but only an abundance proves beneficial. Çox onun xeyirli tərəfləri tapılıb, yox, narkotikin nə xeyirli tərəfi olacaq. It may be hard to choose the right drug among the many that are available. Deyir ki, onun yaxşı tərəflərini seçmək çox çətindir. Despite the large uses of drugs, a small number of people get no effects from them. Geniş istifadəsinə baxmayaraq, çox az insan onun yaxşı tərəflərini görüb. Match the phrasal verbs to the given sentence. The working parents still need to put aside time for their children. Bəli, çox çalışan valideynlər uşaqları üçün hələ də vaxt ayıra bilmir. The bouncer put out cigarette olar. Put out his cigarette and went back inside the nightclub. Put out cigarette yadınızda saxlayın, sigareti söndürmək deməkdir. Nathan put up with his little sister even though she can be annoying at times. Nathan öz bacısı ilə birlikdədir, even though baxmayaraq ki, onlar çox darıxdırıcı vaxt keçirirlər. A, C, B bəndi. 10 suala baxırıq. Which option completes the sentence correctly? The discovery of ancient artifacts in the cave to the Neolithic period, revealing a fascinating glimpse into our ancestors' lives. Deməli, qədim incəsənətin, mağarada olan incəsənətin kəşfi Neolitik dövrə gedir, dates back, geri qayıdır. Bu da bizim ancestorlarımızın həyatına bir baxışdır. Ancestor söz Azərbaycan tərcüməsində tapa bilmədim. Əcdadlarımızın fikrinə yaxındır. Baxırıq 11-ci sualımıza. In which of the following sentence is the word underlined used as a main verb? Əsas feil kimi işlənən sözə baxırıq. I have already had. Baxın, have var və had var. Deməli, bu perfect tensedir. Üçüncü forma var deyə köməkçi feildir. Yəni, perfect tense düzəltmək üçün köməkçidir. He often has a game of chess after dinner to unwind. Baxın, has, sonra article gəlib, isim gəlib, deməli, bu əsas feildir. I have to finish. Have-dən sonra to var, bu modal feildir. She has painted, yenə də feilin üçüncü forması var, perfectdir. I have had, feilin üçüncü forması var, perfectdir. Çox asan bir sualdır. Diqqətli olmaq lazımdır ki, imtihanda belə suallarda qarışıq salmayaq. 12-ci suala baxırıq. No news is good news. Xəbər yoxdursa, deməli yaxşıdır. Hər şey sakitçilikdir, hər şey yaxşıdır. No news is a sign of good news. Bəli, C bəndi. 13-ə baxırıq. Which options are the right pairs of synonyms? Düzgün sinonimləri seçməliyik. Dump, landfill, then current, previous, yox, indi, əvvəl. Precede, follow, antonimdir, sinonimsdir bizdən. Latter, last, bəli, 1, 4. 14-ə baxırıq. Which option is the best equivalent of the bold-faced? The president's inaugural address
Birinci deyil. Bura xət düşüb. Nə vaxt yazmışıq? Inaugural nə istəyir bizdən? Hə, sinonim istəyir. Yəni də inaugurasiya mərasimi deyirlər. Yəqin ki, eşitmişsiniz. Inaugurasiya açılış deməkdir. Prezidentin inaugurasiya adresi, ünvanı, elegance was eloquent, inspiring the nation with a vision for a brighter future. Fluent, bəli. Opening and fluent. Sivənli. Fluent, yəni fluent bilirsiniz nədir? Sərrast danışmaq. 15-ci suala baxırıq. Sərbəst danışmaq, sərrast danışmaq. Plummet, subsidize, penetrate the wall. Plummet, fall very quickly and suddenly. Enişdən qaçmaq, üzü aşağı doğru qaçış kimi bir şeydir. Plummet, sürətli və birdən. Fall, yıxılmaq. İkinci, subsidize. Subsidize, pay part of the cost of something. Nəyinsə bir hissəsini ödəmək. Sonra penetrate. Penetrate nəyinsə içinə daxil olmaqdır. To move into or through something. Penetrate də into ilə işlənir, yadınızı saxlayın. Deməli, dwell isə yaşamaqdır. To live in a place or a particular way. Hər hansı bir yerdə yaşamaq. Sözlərə diqqətli olun. Burada düşən sözlər imtihanda da olur. Bu adətən 504-cü sözlər olur. Burada öyrəndikcə qeyd eləsəz, qabağınıza çıxan sözləri öyrənsəz sizə kifayətdir. Hətta Time-ın bu sınağının xüsusi sözləri var. Sözlərin PDF olmalıdır. Onu tapıb öyrənsəz sizin üçün daha son olur. Find out the most appropriate option. Düzgün, uyğun gələn variantı seçin. Deməli, both the northern lights and the solar eclipse are natural phenomena that have fascinated her centuries, each offering a unique spectacle. Heç bir problem yoxdur. Bəndə. Yenə də variantlara baxaq. Bircə dəqiqə, hara gelirsə. Bəndə. Tariyə baxın. Both the northern lights and the solar eclipse are a natural phenomenon that has fascinated. Why has? Have olmalıydı. Both the northern lights and the solar eclipse in natural phenomena. Why is? It must be are. Cəmdə olmalıydı. Both the northern lights and the solar eclipse is. Here də is. İzlər bizim işimizi kördür. 17'ye baxırıq. Which of the sentence is in the passive voice? Mətin növdə olan cümləyə baxırıq. Scientists look not just for exoplanets identical to modern Earth, but for planets resembling the Earth as it used to be or that it might have been. Baxın, passive voice necə düzəlir? To be, sizə gələk. Fe'lin ikinci forması. Hani bizim ikinci forması? To be istəgəyə fe'lin ikinci forması. Bu cümlədə görmürük heç. The dogs detected the smell of bones decomposed long ago. These bones could have been us. Baxın, bin sizi çaşdıra bilər. Bindən sonraki fe'lin ikinci forması yoxdur. The brain encourages teens to have a wide circle of foods, which is believed to make us more successful in life. İndi deyəcəksiniz ki, ay müəllim, bəs bizim üçüncü formada olan fe'limiz hanı? Ancaq bunu da yadınızı saxlayın ki, is believed to da məchulluq bildirir. Baxın, is believed to. Ondan sonra gələn to sizi qarışdırmasın, çaşdırmasın. Diqqətli olun. Blinking quickly, touching your face and excessive sweating all appear to be signs that someone is being dishonest. Əgər dishonesty olsaydı düzgün olardı. The people of New Guinea have been watching. Görürsünüz, üçüncü forma yoxdur. ING'dir. Ona görə bu da səhvdir. 18'e baxırıq. Which of the following options completes a given sentence most appropriately? Düzgün cümləyə baxırıq.
Some people aren't aware that many of the whales they see on whale watching tours are later killed in areas where whaling. Böyle iyi bence de. Bakın, areas sözü var. Bura where verməlisiniz. Which whaling olmaz. En ile de cümlenin nadir hallarda başlayırıq. En ile de cümle olmaz. Cevap iyi bence. Bu kadar sadə. 19-cu suala baxırıq. Subject, verb, agreement, feil və mübtədə və xəbər özləşməsi. Bread and butter. Baxın, yadınızda saxlayın. Bread and butter, bunu əvvəlki videoda qeyd etmişəm. Bir birləşmədir və onu biz necə deyirik, yağ çörək. Onu arla bilməz xəbərini, izlə yox. Ona görə bu səhvdir. Diqqətli olun, belə bir şeylər imtahana mütləq şəkildə düşür. Xəbərin mübtədə xəbər uzlaşması. John, a musician, a politician among the guests was. Baxın, John var və buna əlavə edirik biz. Bilmirəm, yəni ki, bilirsiniz. John, baxın, əlavə edir. Musiqiçi, siyasətçi, qonaqlar arasında olan. Bunu sadəcə əlavədir. Əlavə məlumat verir John haqqında. Elə bilin ki, bu yoxdur bu cümlə. John was welcomed. Gördünüz? Düz. Crisis often reveals the strength and the weakness. Crisis cəmdə niyə reveals? Reveal olmalıydı. The professor's analysis of the historical documents sheds no sheds. Ofdan əvvəl sözə baxmalıyıq. Cəmdədir, cəm bilməliyik xəbəri. Thread and needle, bayaqki bread and butter məsələsidir. İynə və sap iz olmalıydı. 20-yə baxırıq. Convert the following sentence from the quoted speech into the reported one. Vasitə samanlıq. Mario said to the children. Mario uşaqlara dedi. Nə dedi? You must be completely honest with me regardless of what it may be. Nə olursa olsun, mənə qarşı dürüst olun. Mən də həmişə uşaqlarıma onu deyirəm. Mario asks the children that he must be completely honest with them regardless of what it may be. O uşaqlarına deyir ki, o onlarla dürüst olacaq. Yox, onlardan xahiş edir ki, dürüst olsunlar. Mario asks the children if he had to be completely honest with him regardless of what it... Yox, cümlənin mənasını itirirlər. Mario told the children that they had to be completely honest with him regardless of what it might be. Bəli, düzgün cümlənin tərcüməsi buradandır. Mario tells the children that... Niyə tells, saiddir, keçmişlərdir, keçmiş, where, says olmaz. Camı sivəndir. Bu qədər. Əgər suallarınız olarsa, şərhlərə yaza bilərsiniz. Online dərslərimiz üçün də qoşula bilərsiniz. Kanalımda nömrəm də var. E-mail ünvanımız da var. Necə istəsəz əlaqə saxlaya bilərsiniz. Şərhlərdə yaza bilərsiniz. İnşallah ki, bu 20 sual izah elədim. 20-dən 40-a kimi də ehtiyac olarsa, yenə də davamlı izahını verərəm. Bəyəndiysə, like edib abunə olmağı unutmayın. Hələlik.